Bismillah və salatu və selamu alə mən lə nəbiyə bə'dəhu. Əziz müsəlmanlar və hörmətli həmvətənlərim, bu günləri inşallah Allah Azza və Cəllənin Musavvir adı haqqında danışacağıq. Bizə məlum olan Allah Azza və Cəllənin 99 ismi vardır. O isimlərdən biri Əl-Musavvirdir. Əl-Musavvir nədir? Bütün məxluqata şəkil verən, bütün məxluqata sürət verəndir. Allah Azza və Cəllə məxluqatları yaradır, onlara sürət verir və onlara qabiliyyət də verir. Sürətlə yanaşı qabiliyyət verir. Allah Azza və Cəllə Həşr surəsində buyurur ki, Huvallahul xaliqul bəriul musavvir. O Allahdır, xaliqdir, əl-bəridir, əl-musavvirdir. Xaliq nədir, hörmətli müsəlmanlar? Təqdir edən, əcəldən ölçü verən, əcəldən təqdir edən. Əl-bəri isə, əziz müsəlmanlar, Allah Azza və Cəllə yoxdan xəlq edəndir deməkdir. Yəni, Allah Azza və Cəllə məxluqu yaratdıqda onu yoxdan xəlq edir, yoxdan var edir, bunu əl-bəri deyirlər. Və sonra üçüncü mərhələdə isə Allah Azza və Cəllə yoxdan yaratdığı məxluquna təsvir verir, onu şəkilləndirir. Ona görə də Allah Azza və Cəllə Əl-İmran surəsində buyurur ki, Huvəl-ləzi yusavvirukum fil-ərhəmi keyfə yəşə. Odur sizə ana bətnində istədiyi surəti verən, yəni istədiyi şəkilə salan. Allah Azza və Cəllə bizim zahirimizə surət verib və batinimizə surət verib. Zahiri surət, yəni gördüyünüz kimi, insanın mövcudluğudur, insanın boyudur, insanın çəkisidir, insanın rəngidir, insanın danışmasıdır, gözüdür, qulağıdır, əlləridir, ayaqlarıdır və bunların işlək olmasıdır. Bunlar hamısı Allah Azza və Cəllənin Musavvir isminin təcəllisidir. Həqiqətən də Allah Azza və Cəllə görün bizə nə gözəl zahir bəxş etmişdir. Bizə Allah Azza və Cəllə iki göz vermişdir, danışan dil vermişdir, ağız vermişdir, burun vermişdir, iki qulaq vermişdir və bizim bütün zahirdə olan nəyimiz vardırsa Allah Azza və Cəllə Musavvir adı ilə şəkilləndirilmişdir. Həqiqətən də biz məxluqatlara baxdıqda və özümüzə baxdıqda Allah Azza və Cəllənin Musavvir isminə dəlalət eləyən nə qədər möcüzələr görürük. Ona görə də Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, mən musavviram, yəni bütün məxluqata şəkil verənəm, surət verənəm, onları formalaşdıranam. Baxın, əziz və hörmətli müsəlmanlar, Allah Azza və Cəllə bizə zahiri surət verib, sonra isə daxili surət verib. Daxili surət nədir? Bizim daxildə olan orqanımızdır. Məsələn, Allah Azza və Cəllə bizim başımızda, daxildə beyin yerləşdirib. Beyin həqiqətən də möcüzədir. Yəni, bu beynin misli yoxdur. Bütün insanın, belə deyək, insanın nə qədər hərəkətləri var, nə qədər düşüncələri var, hamısı beyinlə əlaqədardır. Və hətta müasir alimlər deyiblər ki, beyində 86 milyon neyron var. Yəni 86 milyon neyron var və bütün insanın orqanlarını, düşüncələrini, yaddaşını, görməyini, eşitməyini, hamısını beyin idarə edir. Allah Azza və Cəllə o beyni necə başda yerləşdirib və ona necə şəkil verib və ona necə funksiyalar verib, hamısı Musavvir isminin təcəllisidir. Və beynin yaradılış forması da, şəkli də insana, belə deyək, o neyronları idarə etməsinə yardım eləyir. Həqiqətən insanın beyni Allah Azza və Cəllənin möcüzəsidir və insanın beyninin yaddaşı da var. Hətta alimlər deyiblər ki, insanın beyninin yaddaşı təqribən 2,5 milyard gigabaytdır. 2,5 milyard gigabayt. Yəni 300 il yaşasan, hər gün, hər saat, 1 saat videoya baxsan, 300 il sənə kifayət eləyər. Yəni, yaddaşın belə deyək, dolmayacaqdır. Yəni, Allah Azza və Cəllə o
oxuduğun və yaxud baxdığın hər bir şeyi sənin beynində yaddaşını ötürəcəkdir və o beyin o belə deyək, o yaddaşı sıxlaşdırıb saxlayacaqdır. Həqiqətən də beynin funksiyası və Allah Azza və Cəllə Musavvir adı ilə o beyni insanın başında şəkilləndirməsi və o beyni sümüklərlə qoruması həqiqətən də bu insanı heyrətə gətirir. Həmçinin Allah Azza və Cəllə bizə daxili orqan olaraq ürək vermişdir və ürəyə sürət vermişdir, onu sinədə yerləşdirmişdir, yumruq boydadır. Amma funksiyası həqiqətən də dəhşətlidir. Yəni insanı hərəkətə gətirən, insanı yaşamasına səbəb olan bir orqandır ürək. Allah Azza və Cəllə ona nə qədər funksiyalar vermişdir. O hər zaman işləyir və gün ərzində 100.000 dəfə döyünür. Və Allah Azza və Cəllə o ürəyi bizim sinəmizə yerləşdirib, ona Allah Azza və Cəllə qabiliyyət verib, xüsusiyyət verib ki, filan işləri yerinə yetirsin. Həmçinin bizim sümüklərimiz, Allah Azza və Cəllə bizi təqribən 206 sümükdən yaradıb. Yəni bizim belə deyək, vücudumuzda 206 sümük var. O sümükləri Allah Azza və Cəllə necə yaradıb, necə birləşdirib, onları necə elastik eləyib və həqiqətən də onların içinə belə deyək, Allah Azza və Cəllə xüsusi maddələr yerləşdirib. Yəni bu insanın həqiqətən də düşündükcə Allah Azza və Cəllənin Musavvir ismi haqqında insan heyrət olur Allah Azza və Cəlləyə. Yəni onun Musavvir isminə, onun məxluqatını şəkilləndirməsinə, onun məxluqatını gözəl şəkildə sürət verməsinə, orqanlarına sürət verməsinə insan Allaha belə deyək, heyran olur. Nə gözəl Allahdır. Nə qədər Allah Azza və Cəllə gözəl sürət verəndir. Nə gözəl yaradandır. Necə ki Allah Azza və Cəllə buyurur: "Və laqad xalaqnal insana fi ahsani taqvim." Biz insanı ən gözəl biçimdə yaratmışıq. Yəni insanın mövcudluğu, varlığı və onun zahiri, onun daxili nə gözəl biçimdir Allah Azza və Cəllə. Yəni ey insanlar, sizi hər tərəfli bir gözəl yaratmışıq. Üzvlərinizlə gözəl yaratmışıq. Cildinizlə gözəl yaratmışıq. Ürəyinizlə, beyninizlə gözəl yaratmışıq. Və onları müəyyən yerlərdə yerləşdirmişik. Onlara xüsusi funksiyalar vermişik. Bunlar hamısı Musavvir isminin təcəllisidir. Sonra Allah Azza və Cəllə bizə damarlar verib. Hətta dünyəvi alimlər deyirlər ki, insan vücudunda 100.000 kilometr damar var. Bu təqribi, yəni dünyanı 2 dəfə bu damarla fırlamaq olar. 2 dəfə dünyadan böyükdür, ekvatordan böyükdür bu damarlar. 100.000 kilometr damar yerləşdirib Allah Azza və Cəllə bizim vücudumuzda və onu qanla təmin edib. Və insan bədənində 5, 6 və yaxud 7 litr qan olur. Bu qanı təmizləmək üçün Allah Azza və Cəllə xüsusi orqanlar yaradıb. Qaraciyər yaradıb. Qaraciyər qanı filtr eləyir, qanı təmizləyir, qanı bərpa eləyir. Hətta qaraciyərin alimlər deyirlər ki, 500-dən çox xüsusiyyəti var, 500-dən çox iş görür insan vücudunda. Və qaraciyəri Allah Azza və Cəllə insan daxilində necə gözəl şəkilləndirib, necə gözəl ona xüsusiyyət verib. Həmçinin Allah Azza və Cəllə insan vücudunda böyrəklər yaradıb, 2 böyrək yaradıb. O da gün ərzində təqribən 50 litr qan təmizləyir. Və qanı digər zərərli maddələrdən təmizləyir. Və onu sidiklə bayıra çıxardır. Yəni, zəhərli maddələri sidiklə bayıra çıxardır, duzları sidiklə bayıra çıxardır. Bunlar nə gözəl orqandır və nə gözəl şəkildir. Allah Azza və Cəllə bizim daxilimizdə o orqanları gözəl şəkildə Allah Azza və Cəllə təsvir edib, şəkilləndirib və bizim daxilimizə yerləşdirib. Və digər orqanlarda misal çəkmək olar, mədəni misal çəkmək olar, bağırsaqları misal çəkmək olar və s. orqanların hamısını misal çəkmək olar. Bunların hamısının xüsusi bir işi vardır, funksiyası vardır. Və bizim Musavvir olan Rəbbimiz bütün məxluqata
təsvir verən, sürət verən Rəbbimiz nə gözəl Rəbdir, nə gözəl yaradıcıdır, nə gözəl şəkil verəndir. Və Allah Azza və Cəllə bütün məxluqatına sürət verib. Adəmdən Xatəmə qədər, Adəmdən son insana qədər Allah Azza və Cəllə məxluqatlarına sürət verib. Zahiri sürət və daxili sürət və orqanlar. Və bizim həqiqətən də musavvir olan Rəbbimiz nə qədər gözəl bir Rəbdir. Onun yaratdıqlarına, digər yaratdıqlarına baxdıqda da müsəvvirin təcəllisini görürük. Baxın Allah Azza və Cəllənin dağları yaratmasına, onlara necə təsvir verib və necə onlara funksiyalar verib və Allah Azza və Cəllənin digər məxluqatlarına baxın. Baxın çiçəklərə, onları rəngbərəng yaradıb, hərəsinə bir cür qoxu verib və baxın meyvə ağaclarına, onlara da hərəsinə Allah Azza və Cəllə özünə məxsus təsvir verib, şəkilləndirib və onlara xüsusi dadlar verib və təbiətə baxdıqda və digər belə deyək quşlara baxışından Allah Azza və Cəllə onları necə şəkilləndirib, onlara xüsusi qanadlar verib, xüsusi ayaqlar verib. Yəni uçuş üçün Allah Azza və Cəllə onlara qanad təsvir edib, qanadla şəkilləndirib və digər məxluqatlara baxdıqda da, heyvanlara baxdıqda da Allah Azza və Cəllənin musavvir olan Rəbbimizin təcəllisini görürük. Nəyə baxırıqsa, hansı şəklə baxırıqsa, hansı surətə baxırıqsa, musavvirin təcəllisidir. Çünki hər məxluqatı Allah Azza və Cəllə musavvir ismi ilə şəkilləndirmişdir. Əl-Bəri ismi ilə yoxdan xəlq etmişdir. Musavvir ismi ilə isə Allah Azza və Cəllə hər məxluqatın şəkilləndirmişdir. Nə qədər məxluqat var yerdə və göydə, hamısını Allah Azza və Cəllə şəkilləndirib və onlara gözəl şəkilləndirib və onlara gözəl biçim verib. Zahiri biçim və daxili biçim. Həqiqətən də bundan sonra insan Allah Azza və Cəlləni çox yad etməlidir. Onu çox xatırlamalıdır. Onu təsbih eləməlidir. Ona ibadət eləməlidir. Ona boyun əyməlidir. Onun əmrlərini yerinə yetirməlidir. Qadağalarından çəkinməlidir. Baxın, yəni insanları Allah necə gözəl şəkilləndirib. Yəni insanlara baxırsan, hərəsinin bir rəngi var. Yəni millətlər var və o millətlərin hərəsinin öz rəngi var. Biri ağdır, biri qaradır, biri sarı dərilidir, biri qəhvəyi dərilidir. Yəni hər millətin özünə məxsus dərisi var və hər məxluqa, belə deyək, millətin özünə məxsus dili var və gözləri var və digər orqanların hamısını Allah Azza və Cəllə fərqləndirib. Hətta belə deyək, ekiz uşaqları belə Allah Azza və Cəllə fərqləndirib. Yəni onların gözündə fərq olur, barmaq izlərində fərq olur. Nə qədər belə deyək, Allah Azza və Cəllənin məxluqatı var. Milyardlarla insanlar var və milyardlarla insan dünyadan köçüb. Allah Azza və Cəllə onların hamısının barmaq uclarını müxtəlif yaradıb və müxtəlif şəkilləndirib. Musavvir ismi ilə hər kəsin xüsusi olaraq barmaq izi vardır və hər kəsin xüsusi olaraq göz rəngi vardır. Hər kəsin, belə deyək, özünə məxsus qulağı vardır. Hər kəsin özünə məxsus səsi vardır. Danışıq tərzi vardır. Hər məxluqat fərqlidir. Hər xüsusiyyəti ilə fərqlidir. Heç kimin səsi ilə eyni deyil. Mənim səsim hansısa bir şəxsin səsi ilə eyni ola bilməz. Hərənin özünə məxsus səsi, hərənin özünə məxsus görünüş qabiliyyəti, hərənin özünə məxsus dərisi, hərənin özünə məxsus və digər orqanları. Həqiqətən də musavvir nə qədər alimdir, hər şeyi biləndir və gözəl sürət verəndir. Və biz Rəbbimizi musavvir olaraq tanıyırıq. Çünki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, Huvallahul xaliqul bəriul musavvir. O Allahdır, xaliqdir, əl-bəridir, əl-musavvirdir. Və Allah Azza və Cəllə Əl-İmran surəsində buyurur ki, Huvəl-ləzi yusavvirukum fil-ərhami keyfə yəşə. Odur sizə ana bətinlərinizdə istədiyi surəti verən, istədiyi şəklə salan. Ona görə əziz müsəlmanlar, Allah Azza və Cəllə tanımaq üçün onun isimlərini öyrənməliyik.
onun isimlərini tədəbbür eləməliyik. Hətta bizlər Rəbbimizi gözəl tanıyaq.